İnnehu la yuhibbul musrifin. Allah israf edənləri sevməz. Bu bizim maddi həyatımıza aiddir. Gələk bunu mənəvi məsələlərə də tətbiq edək. İnsan mənəvi məsələlərdə də israf etməməlidir. Baxın, dinimiz gəlir bizim ən mühüm ehtiyaclarımızdan biri, sevgi ehtiyacı. Gəlir bunu nizamlayır. İnsan baxmalıdır kimi sevir, kimə bağlanır. Kimdən ötürü əl-ayaqdan gedir. Sevgidə də israf olmamalıdır. Kimi gəldi, necə gəldi sevmək olmamalıdır. İnsan həqiqi sevilməli olanı tapmalıdır və onu sevməlidir. Onu tapandan sonra artıq nə qədər sevirsən sev. Ləyaqətli olanı tapandan sonra artıq sənə məsəhət qoymur. Nə qədər sevirsən sev. Biri ilə küslüyün var, inciyibsən, danışmırsan. Hətta burada da ifrata varma. Onunla münasibəti elə saxla ki, sabah barışanda onun yanında utanmayasan. Mümkündür elə sözlər, elə ifadələr işlədəsən ki, sabah onunla barışanda həmin o sözlər yadına düşəndə utanasan, xəcalət çəkəsən. Ona görə baxmalısan, birindən inciyəndə də, birindən küsəndə də, biri ilə münasibətlərin korlananda da həddən artıq düşmənlik etməyəsən, onun qəlbini həddən artıq qırmayasan, elə sözlər istifadə etməyəsən ki, onun qəlbini yaralayasan. İnsan buna da diqqət eləməlidir. Burada da o danışığına, ona qarşı olan münasibətinə riayət eləməlidir. Elə necə gəldi mən danışım, deyim, onun qəlbini qırım, onu narahat eləyim, barışanda da barışarıq. Belə olmamalıdır. İnsan münasibətlərində qoruyub saxlamalıdır orta həddi.